Allah Təbarək və Teala'nın gözəl adlarından biri də Cəbbər adıdır. Cəbbər sözü Qur'an-ı Kərimdə 10 dəfə işlənib və bunların içində yalnız bir dəfə Allah Təbarək və Teala'nın adı və sifəti kimi istifadə olunub və o da Həşr surəsinin 23-cü ayəsidir. Bu sifət Allah Təbarək və Teala'ya nisbət veriləndə iki məna nəzərdə tutula bilər. Birinci məna məğlub edilməz və üstün gələn. Təbii ki, bu məna insanlara nisbət verilsə, mənfi mənanı daşıyır. Amma Allah Təbarək və Teala'ya nisbət verilsə, müsbət mənanı özündə ehtiva edir. Çünki həqiqətən Allah Təbarək və Teala məğlub edilməzdir və bütün məxluqlardan üstündür. Digər mənası isə bərpa edəndir. Allah Təbarək və Teala sınmış qəlbləri bərpa edir və o qəlblərə təsəlli verir və insanda olan o naqislikləri ödəyir və naqislikləri aradan aparır və onları bərpa edir. Və ona görə də bu sifət Allah Təbarək və Teala'ya nisbət verilib.